dünyanın en derin quyularından birinin Azərbaycanın Saatlı rayonunda olduğunu bilirsən. 1977-ci ildə Sovet alimləri Saatlı rayonunda yerin altına doğru inanılmaz bir səyahətə başladılar. Məqsəd yerin dərinliklərini öyrənmək idi. Lakin sonradan bu sadəcə elmi layihə olmadı. Quyu 8 kilometrdən çox dərinliyə çatdı. Amma hər metr aşağı düşdükcə qəribə hadisələr baş verdi. Alətlər dayanmadan sıradan çıxırdı. Qazma maşınları öz-özünə dayanırdı. Və bir gecə elə səslər eşidildi ki, işçilər oradan qaçmağa məcbur oldu. Onlar cəhənnəmin qapısını açdıq deyirdilər. Elm adamları bu səslərin yeraltı təzyiqə görə olduğunu deyirdilər. Amma bir sual açıq qaldı. Həqiqətən orada nə vardı? Yeraltı təbiət yoxsa insanlıqdan gizlədilən bir sir. Bu quyu hələ də Saatlının sakit çöllərində yatır. Saatlı quyusu dərinliyinə görə dünyada qazılmış ən dərin quyular arasında yer alır və sirri də Kola Superdərin quyusundan sonra ikinci ən dərin quyu hesab olunur. Amma onun dərinliklərində nə yatır? Bunu heç kim bilmir. Səncə bu sadəcə elmi araşdırmadır, yoxsa daha dərin bir sirrin qapısı? Kanala abunə olmağı və videoları bəyənməyi unutma.